Hər vaxtınız xeyir olsun, hörmətli Diaspora FM və Diaspora TV izləyiciləri və biz ənənəvi olaraq dünyanın müxtəlif ölkələrində yaşayan həm yerlərimizi, soydaşlarımızı və onların ölkəmiz naminə gördüyü işləri sizə tanıtdırmağa davam edirik və bu dəfə də Bolnisi rayonunda fəaliyyət göstərən, yəni Bolnisi rayonunun müxtəlif kəndlərində daha dəqiq desək fəaliyyət göstərən həftə sonu məktəblərinin rəhbəri Rəza Həsənovla həmsöhbət olacağıq. Rəza bəy, hər vaxtınız xeyir, xoş eşitdik. Salam, hər vaxtınız xeyir. Mən də öz növbəmdə bizim dinləyicilərimizi və izləyicilərimizi salamlayıram. Xoş gördük. Sizi həm görməkdən, həm eşitməkdən çox şadıq və hesab edirəm ki, çox önəmli bir gündür. Ən azı Bolnisi rayonunda yaşayan həm yerlilərimiz üçün, çünki onların artıq öz dillərində təhsil ala biləcəyi və belə deyim, öz incəsənətini, tarixini daha dərindən öyrənə biləcəyi, belə deyim, həftə sonu məktəbləri var, amma siz hesab edirəm ki, bu haqqda daha ətraflı danışa bilərsiniz. Bəli, əlbəttə, məmnuniyyətlə. Qeyd etmək istəyirəm ki, sonuncu Dünya Azərbaycanlılarının qurultayında Cənab Prezident İlham Əliyevin orada çıxışı olmuşdur ki, bizim ana dilimizin belə deyim, ana dilimizi dünyada yaşayan bütün həmvətənlərimizin yaxşı bilməsi, yaxşı öyrənməsi üçün mütləq şəkildə müxtəlif layihələr həyata keçirilməlidir. Əlbəttə ki, biz şahid olduq və gördük ki, bu tapşırıqdan sonra, Cənab Prezidentin tapşırığından sonra Azərbaycan Respublikasının Diaspora İşlə Dövlət Komitəsinin operativ şəkildə bu layihələr və bu tapşırıqları həyata keçirməsini həqiqətən də ürəkdən alqışlayırıq. Qeyd etmək istəyirəm ki, Bolnis rayonunda artıq 4 həftə sonu məktəbi var. Bu həftə sonu məktəbləri Gənclər və Təhsil Mərkəzinin təşəbbüsü və eyni zamanda Azərbaycan Respublikasının Diaspora İşlə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilir. Artıq biz bir aydan artıq ki, başlamışıq. Bundan əlavə qeyd etmək istəyirəm, qısaca məlumat vermək istəyirəm ki, həftə sonu məktəbləri Bolnisinin 4 kəndində fəaliyyət göstərir. Bu kəndlərdə həftə sonu məktəblərində hal-hazırda 2 fənn tədris olunur. Bunlar bizim ana dili Azərbaycan dilidir, digər isə dövlət dili olan gürcü dili tədris olunur. Həftə sonu məktəblərinə orada yaşayan həm yerlərimizin və soydaşlarımızın münasibəti və marağı barədə qısaca danışaq. Bəli, çox məmnuniyyətlə danışmaq istəyirəm ki, biz bir neçə gün öncə bütün mərkəzlərdə görüşlər keçirdik. Orada yaşayan gənclər və valideynlərlə birlikdə, valideynlərin də iştirakı ilə. Əlbəttə ki, onların hamısı bir mənalı şəkildə bu açılan yeni mərkəzlərdən, həftə sonu məktəblərindən çox razıdırlar və bunun üçün də mən birbaşa deyə bilərəm əminliklə ki, hər bir valideyn, hər bir şagird, kənd sakini Azərbaycan dövlətinin və Azərbaycan dövlətinin rəhbərliyindən xüsusi təşəkkürünü bildirir ki, burada yaşayan on minlərlə Azərbaycanlını unutmurlar, yaddan çıxartmırlar, hər zaman diqqət mərkəzində saxlayırlar və bu məktəblərin açılması da əlbəttə ki, kəndlərdə bizim məlumatımız var ki, asudə vaxtlarını gənclərimiz faydalı şəkildə keçirə bilmirdi. Sadəcə məktəbdən isə evə. Artıq burada isə asudə vaxtlarını yaxşı şəkildə, səmərəli şəkildə keçirə bilirlər. Eyni zamanda ana dilimizi çox dərin şəkildə öyrənirlər, səlis şəkildə danışmağı bilirlər. Həmçinin də dövlət dilini çox böyük maraqla öyrənirlər. Həftə sonu məktəblərin açılması əsas önəmli nədədir? Mən xüsusi olaraq qeyd etmək istəyirəm. Siz bilirsiniz ki, yəqin bizim izləyicilərimizin bəzilərində xəbəri var, dinləyicilərimizin də. Gürcüstan təhsil sistemində yeni qaydaya əsasən yəni ana dili fənləri həftə ərzində 3 saatdan maksimum 5 saata qədər tədris edilə bilər. Bu da sevindirici haldır ki, artıq orada yaranmış açıqlığı, yəni həftədə 3 saat və yaxud da 5 saat bilirik ki, bu yetərsizdir. Ana dilimizin geniş şəkildə və dərindən öyrənilməsi üçün artıq bu açıqlığı, belə deyim, bir növ biz bağlaya bilirik. Həm məktəblərə köməklik etmiş oluruq, həm də ki, şagirdlərin, belə deyim, ana dilində aldığı məktəbdə təhsilin
davamlı biz onlara veririk. Əlbəttə bu da həqiqətən də çox təqdirə layiq bir addımdır ki, ana dilimizdən belə deyim, uzaq saxlamırıq biz həmin bu şahsları. Bəli. Bu çox önəmli bir məqamdır, düşünürəm. Biz sizə işlərinizdə uğurlar arzuluyuruq və əminik ki, bu həftə sonu məktəbləri gələcəkdə həm Gürcüstan üçün, həm Azərbaycan üçün uğurlu gənclərin yetişməsində də özünə məxsus rol olacaq. Bu uğurludur ona görə ki, həmin o uşaqlarımız öz tarixini, incəsənətini, öz ana dilini daha dərindən öyrənə biləcək. Təşəkkür edirik sizə Reza bəy. Çox sağ olun, minnətdarıq diqqətiniz üçün. Dəyərli dinləyicilərimiz və izləyicilərimiz, qonağımız ətraflı danışdı hesab edirəm. Rezo Həsənov Bolnisi rayonunun müxtəlif kəndlərində olan həftə sonu məktəblərində Azərbaycanlılar üçün, oradakı soydaşlarımız üçün, uşaqlarımız üçün doğma ana dilində Azərbaycan incəsənətinə, tarixinə, onun o cümlədən yeri gələndə mətbəxinə və bütün zənginliyinə sahib olmaq üçün yaradılan həmin bu həftə sonu məktəbləri barədə danışdı. Növbəti buraxılışlarımızda dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimiz barədə daha ətraflı sizə məlumat verəcəyik. Hələlik.